Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. İyunun 25-də Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində Müxtəliflikdə Birlik, Dialoqda Dinlərarası Sədalar adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nəsimi Ağayev, Heydər Məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov, Almaniyadakı fəaliyyət göstərən dini və ictimai qurumların nümayəndələri, diplomatlar, ictimai xadimlər də iştirak ediblər. Heydər Məscidinin imamları Hafiz Abbasov və Rüfət Qarayev çıxışlarında İslam həmrəliyinin önəminə diqqət çəkiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan məsciddə vəhdət namazının qılınması ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada gözəl ənənənin əsası qoyulub. Müxtəlif məzhəb nümayəndələrinin vahid məkanda birlikdə ibadət etmələri ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticələrindən biridir. Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.